Dekabrın 18-də Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində Ermənistanla Yunanistan arasında növbəti ikitərəfli müdafiə məsləhətləşmələri keçirilib. Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Kivləri məlumat yayıb. Məlumata görə, görüşə Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyan və Yunanistan Milli Müdafiə Baş Qərargahının Beynəlxalq Əlaqələr İdarəsinin direktoru, briqada generalı Christos Spiropoulos rəhbərlik ediblər. Məsləhətləşmələr zamanı müdafiə sahəsində əməkdaşlıq istiqamətində 2025-ci ildə görülmüş işlər və 2026-cı il üçün nəzərdə tutulan proqramlar müzakirə olunub. Tərəflər məmnunluqla qeyd ediblər ki, birgə səylər nəticəsində əməkdaşlıq təkcə kəmiyyət baxımından deyil, məzmun etibarilə də keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Hazırda bu əməkdaşlıq kompleks xarakter daşıyır və qarşılıqlı maraq doğuran bir sıra yeni istiqamətləri əhatə edir. Levon Ayvazyan Ermənistan Silahlı Qüvvələrinin transformasiya prosesini təqdim edib. Həmsöhbətlər həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlərə toxunublar. Məsləhətləşmələrin sonunda Ermənistanla Yunanistan arasında 2026-cı il üçün ikitərəfli müdafiə əməkdaşlığı proqramı imzalanıb. Proqram Ermənistan və Yunanistanda keçiriləcək bir neçə onlarla tədbiri əhatə edir deyə məlumatda qeyd edilib.